Sizə bir dənə cədvəl göstərirəm. Baxın, 1-ci yerdən 8-ci yerə qədər olan komandalar nə qədər xal yığmalıdır. Bax, keçən il misal üçün 16-20 xal arası oldu. Sonra 24-yə düşmək üçün belə deyək də 10 xal bəs elədi. Bu il isə yenə də 10 xal bəs eləyir. Yəni 3 turdan sonra UEFA-nın hesablamalarına görə 10 xal bəs eləyir ki, 24-yə düşürsün. Hətta maraqlı məqam ondan ibarətdir ki, UEFA hesablamalarındakı qənaətə gəlib ki, 9 xal da 24-yə düşür. Amma 9 xalı olan klub bol, belə deyək də, bol qol vurmalıdır. Yəni heç eləyəcəksə bol qolla heç eləməlidir. Qələbə qazanacaqsa bol qolla qələbə qazansa 9 xalın 24-yə düşmə şansı var. Yəni bundan sonra Qurban hocamızın komandası Ajax'dan 3 xal alsa, Eintracht Frankfurt'dan da 1 xal alsa, 10 xalla biz 24-yə düşə bilərik. Siz nə düşünürsünüz? Arzumuz daha da 15-ci yer, 11-ci yer olmaqdır. Amma pis ayağı 24-yə düşmək üçün 10 xal bəs eləyir.